Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Zülmətdən nura doğru verilişimizdə hər birinizi xoş gördük. Mövzumuz İmam Hüseyn ağa və Kərbəla barəsindədir. Həqiqətən də bu çox ciddi bir mövzudur. Çalışırıq Quran-ı Kərimin ayələrinə əsasən bu mövzuya baxaq və bu mövzuya Quran-ı Kərimin ayələrinə baxanda artıq bizim üçün yeni bir səhifə açılır və o səhifədə bundan ibarətdir ki, Qur'anın həqiqəti, Qur'anın buyurduqları Kərbəlada və İmam Hüseyn ağanın aşurasında özünü göstərir, cilvələnir. Necə Qur'an bir kitabdır, Kərbəla da bir kitabdır və bu kitab ilahi kitabı, göydən yerə bizim üçün nazil olan o müqəddəs kitabın çox ayələrini təfsir eləyir, izah eləyir və o ayələrin başa düşülməsində bizə yardımçı olur. Biz ötən verilişimizdə bir suala cavab verdik ki, niyə görə Kərbəla bu qədər çox yaşayır? O barədə danışdıq ki, Allahın istəyi bu cürdür. Allah bunu belə istəyib. Necə Allah istəyib ki, dünyada məsələn filan hadisə filan cür olsun, ya filan məsələ filan cür olsun, bəli Allah da burada bunu belə istəyib. Özü də Allah baş vermiş hadisələrin yaşamasının tərəfdarıdır. Belə deyil ki, məsələn, tarixdə hansısa bir hadisə baş verib, elə o qalsın orada. Yox. Allah istəyib ki, həmin o, çünki hadisə elə bir şeydir ki, o müəyyən bir zamanda və müəyyən bir məkanda baş verir. Baş verdi, ondan da bitdi. Amma Allah istəyir ki, həmin o müəyyən zamanda və məkanda baş vermiş hadisə bütün zaman və məkanlara sirayət eləsin. Bütün zaman və məkanlarda həmin o bir dəfə müəyyən zaman və məkanda baş vermiş hadisədən danışılsın. Bu Allahın istəyidir. Quran təkcə bizə hekayələr danışmır. Eyni zamanda da onların yaşamasını təmin edir. Danışmaqla onların yaşamasını təmin edir. Kitab kimi bağlansın, qalsın həmin o zamanda baş vermiş hadisə Allah bunun tərəfdarı deyil. Allah istəyir ki, həmin o hadisə əksinə açılsın və açıq qalsın. Hadisə var ki, bağlanır. Hadisə də var ki, o açıq qalır. Kərbəla belə deyil ki, bağlandı qaldı səhifələrdə, tarixin səhifələrində. Allah istəyib ki, o açıq qalsın və hər dəfə insanlar onu yad eləsin. Məsələn, Həzrəti Nuh barəsində Allah buyurur, və tərəkna aleyhi fil axirin, səlamun əla Nuh fil aləmin. Salam olsun aləmlərdəki Nuha və tərəkna aleyhi fil axirin. Sonraki nəsillərdə biz onu tərk elədik. Sonraki nəsillərə buraxdıq. Həzrəti Nuhun, yəni Həzrəti Nuhun hekayəsini danışır. Sonra buyurur ki, biz onu sonraki nəsillərə tərk elədik. Həzrəti İbrahim Peyğəmbər barəsində də var. Və tərəkna aleyhi fil axirin. Sonraki nəsillərdə onu buraxdıq. Həzrəti Musa Peyğəmbər, Harun aleyhissalam haqqında da var. Və hədəynəhumə sərətəl müstəqim. Onların ikisini düz yola hidayət etdik. Və tərəkna aleyhimə. Onları biz sonraki nəsillərdə buraxdıq. Sonra da salam verir. Salamun əla Musa və Harun. Salam olsun Musaya, salam olsun Haruna. Həzrəti İlyas barəsində İnnə İlyasə ləminəl mursəlin. Sonra gəlir və tərəkna aleyhi fil axirin. Salamun əla İlyasin. Ki, biz onu sonraki nəsillərdə buraxdıq. Hətta Firon barəsində də. Yunus surəsi 92-ci ayədə buyurur, فَلْيَوْمْ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ آيَةً. Biz həmin gün sənin bədəninə nicat verdik ki, sonra gələn insanlara bir nişanə olsun. Yəni Allah Teala Firon kimi insanı da bir ibrət yaratmaqdan ötürü, sonraki nəsillərə ibrət olsun deyə neynir? Saxlayır. وَذْكُرُ فِي الْكِتَابِ İbrahim. Peyğəmbər, kitabda İbrahimi xatırla. Bu ayələri nəyə görə oxuyuruq? Ona görə oxuyuruq. İstəyək bilək ki, Allah Teala
barəsində o hekayəni, o hadisəni ki danışır hansısa peyğəmbərin, onu elə orada bağlı saxlamadı. Sanki açıq qoyur və sonraki nəsillərə onu ötürür ki, ibrət və dərz olsun. Çünki baş vermiş hadisələrdə həqiqətən də böyük ibrətlər və dərslər var. Məlumdur ki, Allah həmin o nümunə çəkmək istədiyi adam, onun başına gələn hadisə, Allah onu bu yolla neynir? Əbədiləşdirir. Və daraballah məsələn lillezine amanu imra'ate Fir'aun. Allah misal çəkir möminlərə Firavunun həyat yoldaşını. İz qalət Rabbibni li indəkə beytən fil cənnə. Hansı ki dedi, ilahi, cənnətdə öz yanında mənim üçün bir ev bina elə. Və nəccini min Fir'aun və əməlihi və nəccini minəl qavmiz zalimin. Məni Firavundan, onun əməlindən və zülümkar qövmündən xilas elə. Firavunun həyat yoldaşı Asiyə xanımın duasını və istəyini Allah Taala Quran-ı Kərimdə danışır və onu buyurur, mən bütün möminlərə misal çəkirəm. Hətta xanımlara yox ha. Özü xanım da olsa, Firavunun həyat yoldaşı Asiyə xanım. Buyurur, və daraballah məsələn lillezine amenu. Bütün möminlərə, o kəslər ki, iman gətiriblər, imra'ətə Firavun, Firavunun həyat yoldaşını biz onlara misal çəkirik. Təsəvvür edin, Allah Taala qadını misal çəkir, peyğəmbərləri misal çəkir, xanım Məryəmi misal çəkir, onların həyat hekayəsindən danışır. Bunlar nəyə görədir? Bunlar buna görədir ki, Allah istəyir bunları neynəsin? Əbədiləşdirsin. Niyə görə əbədiləşdirsin? Çünki ötən verilişimizdə dedik, həqiqətən də böyük dərslər və ibrətlər var həmin o hadisələrdə. Allah Taala o hadisələri danışmaqla istəyir bizi mənəvi cəhətdən oyanışa aparıb çatdırsın. Biz mənəvi cəhətdən oyanaq. Çünki hekayəni adətən insana danışarlar, insan yuxulasın, yatsın. Nənə, nəvəsinə hekayəni bəzən bu cür danışır. Amma Allah insana bu hekayələri danışmaqla istəyir insan oyansın və gözü açılsın. Bilsin ki, həqiqətən də Allahın istəyi çox önəmlidir. Kərbəla mövzusunda biz baxırıq, bax Qur'anın bu həqiqətini də Kərbalada görürük. Və biz Kərbalanın yaşama səbəblərinə baxanda görürük ki, Allah Taala məsələn Qur'anda Həzrəti Yusifdən danışır. Özü də Həzrəti Yusifin hekayəsini ən gözəl hekayə kimi bizə təqdim edir ki, əhsənəl qasasdır. Qissələrin ən gözəli Həzrəti Yusifin hekayəsidir. Niyə görə Allah Taala o hekayəni bizə danışır? Çünki orada bir atanın övladına, bir övladının da öz atasına olan sevgisi var. Həzrəti Yaqub Peyğəmbər oğlu Yusifi nə cür istəyirdi? Həzrəti Yusif Peyğəmbər də atası Həzrəti Yaquba nə cür aşiq idi? Onların arasındakı eşq, sevgi çox dərin, ilahi və ruhani bir sevgi idi, eşq idi. Yəni o bizim bildiyimiz səthi sevgilərdən deyildi. O sevginin dərin bağları var. O sevginin çox böyük dərinliyi var. Ata və bala sevgisi fitrətdən gələn bir sevgidir. Yəni səthi bir səviyyədən gələn sevgi deyil. O insanın insanlığının cövhərindən, dərinliyindən gələn bir sevgidir. Allah bunu belə yaradıb. Və Həzrəti Yaqubu Həzrəti Yusifdən ayırır, onlar bir müddət bir-birlərinə həsrət çəkirlər, sonra onları birləşdirir. Allah buyurur ki, bu ən gözəl hekayədir. Ən gözəl hekayə onun eşqinə görədir, sevgisinə görədir. Amma Züleyxa xanımla Həzrəti Yusifin arasında olan sevgi yox. Çoxu bəzən belə başa düşür ki, Həzrəti Yusifin hekayəsi çox gözəl hekayədir. Çünki orada eşqi var. Eşq də deyən kimi adamın zehni gedir Züleyxa xanımla Həzrəti Yusifə tərəf, amma elə deyil. Düzdür, o sevgi də var, amma o sevgi bir tərəflidir. Züleyxa xanımla Yusifə istək var, amma Həzrəti Yusif gözünün ucu icanda baxmır Züleyxa xanıma. O bunu istəyir, bu isə başqasını istəyir. Allahı istəyir. Onda olan sevgi sadə bir sevgidir, bunda olan sevgi isə ruhani və ilahi bir sevgidir.
Yəni ona görə orada onların arasındakı sevgidən söhbət gedə bilməz. Bir tərəfli sevginin o qədər də əhəmiyyəti yoxdur axı. Amma iki tərəfli sevgi istəyirsənsə, Yaqubun atasına, atanın da, Yusifin də, balanın da Həzrəti Yaquba atasına qarşı olan sevgisi. Baxın, bu ata-balalıq sevgisini biraz böyütsək, olar imam və ümmət sevgisi. Çünki insanın mənəvi atası deyilən bir ata da var. Və mənəvi ata əgər bir nəfər olsa, onun mənəvi övladları çox ola bilər. Milyonlarla ola bilər. Ata və balalıq münasibətini biraz böyük ölçüdə götürəndə olur İmam-ı Hüseyn və ümmət. Və yaxud da imam və ümmət. İmamın ümmətə qarşı olan sevgisi, ümmətin də imama qarşı olan sevgisi. Bax, bu çox önəmli bir dənə mövzudur. Allah göndərdiyi imamı elə bir formada yaradıb göndərib ki, onun ümmətin hər bir tək-tək fərdinə xüsusi sevgisi var. Və o imamı da elə gözəl yaradıb ki, görən əgər içində bir problemi yoxdursa o adamın, nifaq kimi, başqa bir xəbislik kimi problemi yoxdursa, o mütləq ona, imama aşiq olacaq. Allah imamı belə qərar verib. Baxın, indi İmam Hüseyn əleyhissalamın bir adı Əba Əbdillahdır. Yəni, Allah bəndəsinin atası. Həzrəti İmam Hüseyn əleyhissalam bu ümmətə bir atalıq səlahiyyəti var, ümmətə qarşı. Bu ümmətin üzərində bir mənəvi atalıq haqqı var. Təbii ki, onun övladları da milyonlarla insanlar, əlbəttə ki, İmam Hüseyn əleyhissalama qarşı sevgisi. İndi necə, baxın, Həzrəti İbrahimlə, daha doğrusu Həzrəti Yaqubla Həzrəti Yusuf arasındakı sevgiyə baxın. İndi həmin sevgini götürün, gəlin burada baxın. İmam Hüseynlə ümmət arasında olan sevgi. Baxın, milyonlarla insan görün İmam Hüseyni necə sevir. Aşiqanə necə qəbrinin ziyarətinə gedir. Bu ümmətin imama qarşı olan sevgisidir. İmamın da ümmətə qarşı olan sevgisi. Baxın, Kərbalada İmam Hüseyn əleyhissalam başlayan kimi qiyam eləmədi. Qiyamı uzatdı, ta gətirdi Aşura günündə, Məhərrəm ayının 10-cu günündə, hətta zöhrdən sonraya qədər uzatdı. O uzatmanın bir səbəbi də bilirsiniz nədir? Budur ki, İmam Hüseyn əleyhissalamın insanlara qarşı sevgisi. Çünki Kərbalada bir insan çıxın meydana ki, o bəşəriyyətin atasıdır, mənəvi atasıdır. İndi bəziləri onu qoruyur, bəziləri isə öldürməyə gəliblər. İmam Hüseyn əleyhissalamın hətta içərisində azca hidayət olmağa, nəsə bir işıq ucu olan bir adam varsa, qiyamını, şəhadətini təxirə salır ki, o, həmin o işıq orada yansın və o insan o işığın, o nurun vasitəsilə sonda çəkilib, gəlib İmam Hüseyn əleyhissalama qoşula bilsin. Bu İmam Hüseynin sevgisidir, məhəbbətidir. Ki, insanlar hidayət olsun. Quran-ı Kərimdə Peyğəmbərimiz üçün buyurur, Hərisun aleykum, Peyğəmbər sizə çox hərisdir. Peyğəmbər sizi çox istəyir. İmam Hüseyn məndəndir, mən də İmam Hüseyndənəm. İmam da bu cürdür. İmam da insanları, insanlığı ümumiyyətlə istəyən bir insandır. O qədər istəklidir, aşiqdir ki, insanlar hidayət olsun. İmam istəməz, hansı ata istəyər ki, balasının ayağına bir daş dəysin? Quran-ı Kərimdə bir ayə var, buyurur, Qu ənfusakum və əhlikum narən. Özünüzü və əhlinizi otdan qoruyun, cəhənnəm odundan qoruyun. Nəcür olur ki, sən uşağının ayağına daş dəyməyə razı deyilsən, amma cəhənnəmə getməsinə razısan. Ona görə imkan vermə, uşağın günah eləsin və günahla cəhənnəmə getsin. Axı Allah sənə uşağa qarşı sevgi və məhəbbət yaradıb ki, sən onu qoruyasan. Təkcə dünyanın müvəqqəti bəlalarından yox, həm də cəhənnəmin əbədi əzabından. Ona görə bir valideyn ki, uşağı günaha məcbur eləyir, bilirsiniz nə deməkdir? Yəni, uşağın istəmir.
Sən elə həmin valideyni istəyi ilə tuta bilərsən ki, sən uşağı istəmirsən, niyə istəyirəm? Bəs niyə görə uşağı cəhənnəmə göndərirsən? Harama sarı göndərmək, günaha sarı göndərmək elə cəhənnəmə sarı göndərmək deməkdir də. Sən axı razı deyilsən uşağın ayağına daş dəysin. Amma indi necə razısan uşağın cəhənnəm otunda yansın? Ona görə Quran buyurur ki, özünüzü və əhlinizi otdan qoruyun. Təsəvvür edin ki, məsum bir imam, peyğəmbər buyurur ki, mən və Əli bu ümmətin atasıyıq. İmam Hüseyn əleyhissalam da həmçinin bir ata olaraq heç vaxt razı olmaz ki, kimsə cəhənnəmə geçsin. Ona görə də İmam Hüseyn əleyhissalam qiyamını başlayan kimi yox, müəyyən bir vaxt uzadır və həmin o, hətta Aşura gecəsində möhlət alır, həm buna görə ki, son dəfə namaz qılsın, dua oxusun, həm də buna görə ki, orada əgər kimsə hidayət olmağa yeri olan bir adam varsa, qoy orada qalmasın düşmən tərəfdə. Gəlsin İmam Hüseyn əleyhissalama qoşulsun və qoşulanlar da oldu. Həmin gecə də qoşulanlar oldu. Sübhdə Aşura günü, səhər də qoşulanlar oldu. Hürz elə özü İmam Hüseyn əleyhissalama gəldi, qoşuldu. Bunlar ona görədir ki, İmam Hüseyn əleyhissalam həqiqətən də bu bəşəriyyətə bir mənəvi ata kimi aşiqdir və insanlar da ona qarşı aşiqdir. Bu eşq iki tərəflidir. Necə Həzrəti Yusiflə Həzrəti Yaqubda ata-balalıq, ümmətlə İmam Hüseyn əleyhissalamda da eşq bu cürdür. O eşq gözəl hekayə olduğu üçün İmam Hüseynin də Kərbəlası ən gözəl hekayədir və eşq hekayəsi olduğuna görə də bu hekayə qüvvədən düşmür, cazibəliyin itirmir, hərarətin, gözəlliyin itirmir. Allah bizi İmam Hüseyn ağadan dünya və axirət ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.